pul ödənmirdi tələbələr tərəfindən Abrunun proqramında. Yəni de, tələbələr nə dərslərə, nə də alətlərə pul ödəmir. Fikir doğrudur. Bu cümlədə harda verilir? Mətndə biz yazsanı göstərək. Mətndə axıra yaxın belə verilib. Hə, də burada. They paid nothing for the lessons or the instruments. Onlar heç nə ödəmirdi. Nə dərslər üçün, nə də alətlər üçün heç nə ödəmirdi. Yəni heç nə ödəmirlərsə, o zaman nə dərsə, nə də alətlərə tələbələr tərəfindən pul ödənmir fikri. Doğrudur da. Evet. Başa düşdüm Aydın. mən. Hə, heç bir O şey. gözümdən qaçmışdı mənim. Elə olsun. Sonra baxa görə nə var? 7 varmış. 7-yə baxaq. Abrunun tələbələri musiqi müəllimi oldular özləri. Bu cümləni tamamlamalıyıq. Gedək həmin cümləni göstərim sizə. Birinci abzasda sonlarda olmalıdır. Bir də burada yazın. Onun tələbələri musiqi müəllimi oldular özləri. Bundan sonraki fikri biz tamamlamalıyıq artıq. Bundan sonra görək nə yazılır. Oldular, become olmaq demək. A source of pride, qürur mənbəyi oldular. Families, ailələri üçün. Və ruhlandırdılar başqalarını, give up, atsınlar zərərli vərdişlərini. Destruktiv, zərərli deməkdir. Yaxşı. O zaman iki dənə şeyə səbəb olur. Bu cümləni tamamlama deyir. Bu cümlənin ayrıca iki dənə fikir var. Bir, ailələrinin qüruru oldu. Bir də başqalarını həvəsləndirdi ki, zərərli vərdişləri atsınlar. Bunlardan biri olacaq. Ailələrin fəxri olduğu hissəsi var. B variantında. Onlar ailələrin onur, şərəfi, ailələr üçün şərəf mənbəyi oldular. Burada pride yazıb, o da sinonimdir. Yəni, pride ilə onur, şərəf, qürur kimi götürə bilərik. Şərəf mənbəyi oldu. B düzdür. Bir də inspiring hissəsi var ki, həvəsləndirdi başqalarını zərərli vərdişləri atmağa. Burada isə Y variantı da yazılır. Həvəsləndirdi bütün yaş qrupundakı insanları. Amma mətnin bu hissəsində bütün yaş qrupundakı insanlardan söhbət getmir. Uşaqlardan söhbət gedir. Yəni, bura bütün yaş qrupundakı insanları həvəsləndirir deməyimiz çox da uyğun gəlməz. Çünki bütün yaş qrupu deyəndə bu 1 yaşından 90-100 yaşına kimi bütün insanları nəzərdə tutur. 90 yaşındakı insanı deməyin nəzərdə tutması, yəni bu mətn üçün yəni doğru fikir deyil. Özdə həvəsləndirdi demir. Zərərli və həvəsləndirdi başqalarını zərərli davranışlarını atsın deyə. Yəni burada amma deyir, bütün yaş qrupundakı insanları həvəsləndirdi. Sanki musiqi ifa etməyə həvəsləndirir anlamına gəlir, amma mətndə fərqli bir şey yazır. Yaxşı. Növbəti 8 var idi. 8 yoxdur, hə. Deyəsən ardıcılıqla yazıbsan sən bunları, hə? Elədirsə təşəkkürlər. Hə, təşəkkürlər. Onda ona baxaq, növbəti 10-cu sual. Onda birdə deyir ki, Abrudi Milli Gənc Simfoniya Orkestrinin əsasını nə zaman qoydu? Belə bir şey yoxdur. Var, amma ili yoxdur. Burada yazır ki, Abrudinin ilk keçidi Milli Gənc Simfoniya Orkestri oldu. Amma bunu nə zaman elədi? İl zad qeyd olunmuyor. Yəni, heç bir məlumat verilmir. Əvvəldə də başqa şey yazılır. Bəzən də klassik musiqiyə fokuslanırdı. Sonra Gənc Simfoniya Orkestrına keçid elədi, yəni onu qurdu. İstəyirdi ki, Venezuelalı orkestrdə iştirak etsinlər. Amma nə zaman qurdu, belə bir məlumat yoxdur. 2-yə gəldikdə, amma 2-nin cavabı var. Tələbələr nə zaman alət ifa etməyə başladılar? Bu qeyd olunub 4 yaşında. Bəlkə də siz başqa bir zaman axtarıbsınız, il, ay, zad axtarıbsınız, amma başqa cür deyil. Tələbələr başladılar instrument, alət öyrənməyə at the age of 4 yaşında. O zaman nə zaman başladılar? 4 yaşında. Aydındır. Yəni cavabdırmı? Bəli, cavab 4 yaşlarında başladılar. Sonra deyir, 3-ə deyir ki, maliyyə dəstəyinin amount, miqdarı nə qədərdir? Maliyyə dəstəyi var, amma miqdar qeyd olunmuyor, yoldaşlar. Miqdar orada yoxdur. Gəlin həmin cümləyə baxaq. Burada yazır ki, maliyyə dəstəyi, Venezuela hökumətindən maliyyə dəstəyi vacib hissəsi olduğu bu proqramın uğurunun.
Hə, maliyyə dəstəyi vacib bir hissəsi oldu deyir. Amma bu maliyyə dəstəyinin miqdarı nə qədərdir? Yəni neçə milyon manatdır, neçə milyon dollardır? Ondan bəhs eləmir. Sualda isə deyir ki, maliyyə dəstəyinin amount miqdardır. Miqdarı nə qədərdir? Bu yoxdur orada təəssüf ki. Gəlir 4-ə baxaq. Deyir ki, yaşlı tələbələr həftə sonları nə qədər praktis edirlər? Bunun cavabı var, yoldaşlar. Ən sonda qeyd olunur. Bax, həftə sonu yaşlı tələbələr praktis edirlər all day long. Bütün günü praktis edirlər. Bütün günü də cavabdır. Məsələn, sən soruşuram ki, siz ingilis dilini nə qədər oxuyursunuz hər gün? Deyirsiniz ki, məsələn, mən hər gün 2 saat oxuyuram, amma biri qayıdır deyir ki, ay müəllim, mən bütün günü oxuyuram. Yəni, bütün günü oxumağınızda zaten cavabdır. Nə qədər oxuyursan, bütün günü oxuyursan. Amma 5-in cavabı yoxdur. Əbri deyir ki, Venezuela Konqresinin member üzvü nə zaman oldu? Yəni, millət vəkili nə zaman oldu demək istəyir, bizim də desək. Nə zaman olması qeyd olunmayıb, amma olması qeyd olunub. Mətndə harca bax, bu 3-cü cümlədə. Yazır ki, o Venezuela Konqresinin üzvü idi. Amma nə zaman oldu demir. Deyəsə, bəlkə əvvəldə yazıb. Əvvələ də baxıram ki, o başladı 11 uşağı paytaxt şəhəri şəhəri Karakasda öyrətməyə. Sonra demək, Venezuela Konqresinin üzvü idi. Lakin de musiqiyə sevgisi və s. dərəcə aldı bəstəkarlıq sayəsində orqan ifası üzrə və s. Amma Venezuela Konqresinin nə zaman üzvü oldu, elə bir məlumat verilmir bizə. Cavab burada nə olacaq? Ancaq 2-4. İndi tamam. İndi keçsək növbəti 11.4-ə baxaq. 11.4 rumor şayə deməkdir. İnsanlar da şayəyə yaydılar ki, Berkel, lack nə deməkdir? Əksik olmaq. Yoldaşlar, bu sözü yadda sal. Lack, əksiklik yaşamaq. Yəni, azlıq yaşamaq. Yəni, Berkel'da yoxdur demək istəyir. Pilot kimi competence, bacarıq yoxdur. İnsanlar şayə yaymağa başladılar ki, Berkel'da pilot kimi competence, bacarıq ya da səriştə lacked, yəni azdır, yetərincə deyil. Doğru fikirdir. Bu cümlə harada verilib? Mətndə buralarda. Hə, burada. Deyir ki, sonra da 3-cü abzasda şayə spread yayıldığı əmun arasında British Airways'in staff heyəti arasında şayə yayıldı ki, insanlar xoşlayırlar da qeybət etməyi deyir. Nə haqqında şayədir? Berkel'ın being incompetent, bacarıqsız olması barəsində. Competent, bacarıqlı, səriştəli deməkdir. In isə orada əks antonim yaradır ki, yəni bacarıqsız olması barəsində şayələr yayıldı. Burada isə deyir ki, insanlar şayə yaydı ki, Berkel pilot olaraq bacarığa sahib deyil. Lack burada bir inkarlıq yaradır. Lack incompetence, yəni bacarığının olmaması anlamına gəlir. Burada da zaten incompetent, bacarıqsızlığı haqqında şayə yayıldı deyir. Yəni fikir doğrudur. Sonra növbəti 12-yə baxaq. 12-də deyir, qəzadan sonra British Airways rejected, rədd etdi. Nəyi rədd etdi? Nəyi rədd etdi? Berkel'ə əvvəlki ad sanını qazanmağa kömək etməyi rədd etdi. Düzdür, yoldaşlar, burada reject sözü yazılıb, amma reject'in mətndə başqa bir sinonim sözlə verilib. Həmin sinonim söz refuse'dur. Yəni, siz bu refuse'u görsəniz, əminəm ki, cavabı tapardınız. İstəyirəm ki, həmin abzası başdan oxuyaq. Bu abzasda qeyd olunur ki, overnight, bir gecədə Berkel'in həyatı dəyişdi. Sonra deyib, qəzadan əvvəl Berkel'in hər şeyi var idi, lakin indi o özünü hiss edir, xəyanətə uğramış, bir də desperate, məyus hiss edir. Və davamında gör nə yazır? O, xahiş etdi şirkətdən make an official report, rəsmi hesabat hazırlasınlar. Nədən ötürü? Clear his name, onun ad sanını təmizləmək üçün, adını təmizlə çıxarmaq üçün hesabat hazırlamasını xahiş edir. Lakin onlar refuse, rədd edirlər. Yəni, nəyi rədd edirlər? Onun ad sanını təmizləmək üçün rəsmi hesabatı hazırlamağı rədd edirlər. Bu cavab eyni zamanda 14-cü cavabıdır ki,
qəzadan sonra British Airways Peter Burke ilə bağlı nəyi rədd etdi? Elə A variantı adını təmizləmək üçün rəsmi hesabda issue çap etməyi rədd etdi. Bu arada issue problem məsələ deməkdir, isim kimi, feil kimi çap etmək, dərc etmək deməkdir. 12-də də həmin cümləni fərqli şəkildə verilib ki, yəni onun adını təmizləmək üçün hesabda dərc etməyi imtina etdisə, demək ki, Burke-la kömək etməkdən imtina ediblər də, əvvəlki reputasiyasını, yəni adını sanını qazanmağa kömək etməkdən imtina ediblər. Aydın oldu burası? Doğrusa bax. Birdən bəzi tələblər olur burada, C variantı yazırlar. Hadisə barəsində danışmağı rədd etdi. Danışmağı British Airways rədd etmir. Birincisi, qadağan edir. O qadağan olunması da British Airways kimə qadağan edir? Özü ilə aid deyildi. Ban it him, ona qadağan edir. Burke-la qadağan edir ki, hadisə barəsində danışmasınlar tam araşdırma bitənə qədər. Amma ona qadağan edir. Burada qadağan etdi demir. Reject deyir, rədd etdi deyir. Yəni nəyi rədd etdi? Doğru cavab A-dır. Sonra 13-ə baxaq. 13 də var arada. 3-cü paragrafa hansı cümlə ilə başlaya bilərsiniz? 13 kimin səhv idi? Nə yazıbsınız? Yəqin tapamadı. Tamam. Tamam, baxaq özümüz. 13-də doğru cavabımız A variantıdır. Və A variantını əvvəlcə oxuyaq və sonra mətninə baxarıq. Ben yazmıştım, müəllim səhv yazmışdım. Hansı variant yazmışdınız? Mən o maraqlı edirəm. Mən bir dəqiqə baxım. C yazmışam. Tamam, o variantı da izah edeyim deyə soruşdum. A variantında deyir ki, lakin fərqli bir versiya, hadisə ilə bağlı fərqli bir versiya başladı circulate, dolanmağa, fərqli bir versiya dolanmağa başladı. Onun ardıcan isə, burada deyir, bunu deyirsən, sonra deyirsən, növbəti günlərdə şayələr yayıldı ki, Burke bacarıqsızdır. Yəni, işçilər arasında şayələr yayıldı ki, Burke bacarıqsızdır. Yəni, səriştəsi yoxdur. Yəni, səriştəsi olmadığı üçün bu hadisə baş verib deyə şayələr yayılmağa başladı, deyir. Yəni, deyir ki, lakin növbəti daha fərqli bir versiya başladı yayılmağa. Yayıldı ki, görə Burke nədir? Bacarıqsız imiş. Amma siz yazdığınız variantda da baxaq, C yazmışdınız deyəsən, hə? Peter Burke mükafat aldı British Airways-dən növbəti gün. Mükafatla bağlı şurası. Əvvəlki mətninə bir dənə baxaq. Əvvəlki, daha doğrusu üzürsən, əvvəlki abzasa baxaq. Görək abzas necə bitir. Və bu ümumiyyətlə həmin abzasda, yuxarıdakı abzasda hadisədən danışır. Təyyarə yerə sürətlə enən zaman Burke icazə verir köməkçi pilot Johna bütün nəzarəti ələ alsın və o özü gedir qanadlardakı pərvanələri düzəltməyə ki, təyyarə pistə düşə bilsin, yəni enə bilsin. Bu riskli qərar idi, lakin işə yaradı. Sərnişinlər xilas oldular, zədəsiz xilas oldular. Bu abzasın ardınca sən deyirsən ki, C yazıbsan ki, British Airways növbəti gün ona nə verdi? Mükafat verdi. Növbəti gün ona heç mükafat vermir. Hələ araşdırma var. Araşdırmadan sonra mükafat verir. Araşdırma isə daha sonra mükafat isə bilirsən nə vaxt verilir? Burada 5-ci abzasda nəticədə British Airways mükafatlandırır pilotları və 13 dənə kabin heyətini güvənlik medalı ilə. Və Burke'ın hekayəsi deyir ki, yenidən başlıqlara çıxır qəhrəman kimi. Yəni, mükafatdan 5-ci abzasda danışır. Yəni, sən onu 3-cü abzasa yazmağın olmaz. Yəni, 3-cü abzasda məsələ nədir? Elə A variantıdır ki, Burke qəhrəman kimi təyyarəni endirir, amma deyir, lakin fərqli bir versiyada dolaşmağa başlayır ki, işçilər düşünür ki, Burke səriştəsizdir. Məsələ budur. Aydındır. Sonra 14, 15-ə izah eləyək. 15-ə baxaq. 15. 15-də 1. Çox tələbə çaşır 1-i götürür. Öncələ onu izah edeyim.
Bir də deyir ki, nə səbəb oldu buzun formalaşmasına yanacaq sistemində? Yoldaşlar, yanacaq sistemində buzun formalaşmasına nə səbəb oldu, onu açıqlayan heç bir cümlə yoxdur. Amma düzdür, buz sözü mətndə keçir. Amma nə olsun ki, burada məsələn yazır ki, buz formalaşdı harda? Yanacaq sistemində. Nə zaman? Heathrow aeroportuna yaxınlaşan zaman. Sual verir ki, nə kaos səbəb oldu buzun formalaşmasına? Amma burada isə deyir ki, buz formalaşdı yanacaq sistemində. Amma buzun formalaşmasına amma səbəb olan şey yoxdur burada. Və yaxud da bu fikir başqa yerdə yazılır. Bir də yuxarıda da yenə eyni şey var idi. Buz söhbəti. Bir dəqiqə. Bir dəqiqə burada da olmalı. Ice. Hə, bir də burada. Burada da qeyd olunub. Deyir ki, buz formalaşmışdı yanacaq təchizatında. Amma buzun formalaşmasına səbəb nə idi? Onun barəsində heç bir məlumat yoxdur. Demək, birinci cavabı yoxdur. Amma ikinci cavabı var. Mühərriklər deyir, nə zaman dayandı? Bax, nə zaman dayandı qeyd olunur. Mühərriklər deyir ki, yerə enməmişdən qabaq 35 saniyə öncə dayandı. 35 saniyə öncə təyyarənin hər iki mühərriki stop işləməsini dayandırdı. Nə zaman dayandı? Enməmişdən 35 saniyə öncə. Yəni burada nə zaman deyəndə ağlınıza saat, dəqiqə, saniyə gəlməsin. Yəni burada təxmini cavablar da ola bilər. 4-ə gəldikdə neçə dənə təyyarə şirkətinə Berkeley müraciət etdi. Yəni neçə şirkətə müraciət etməsi yoxdur. Sadəcə çox şirkətə, yəni bir çox şirkətə müraciət, amma neçəsi yoxdur. Və heç orada haradaydı? Axırdaydı, baxın. Axırda yazır ki, applying for jobs with other airlines. Yəni, iş üçün müraciət edir başqa hava şirkətlərinə, hava yollarına. Amma neçə dənə hava yoluna müraciət edir, o yoxdur. 4-də deyir ki, o niyə intervyuya dəvət edilmədi? Onu da açıqlayacaq heç bir məlumat yoxdur mətndə. Burada sadəcə deyir ki, o tək bir belə intervyuya dəvət edilmədi deyir. Amma niyə dəvət edilmədi? Onu açıqlayacaq heç bir şey yoxdur. Bir də 5-ci cavab. Təyyarədə olan uğursuzluq ona səbəb olaraq göstərilə bilməz. Yox, göstərilə bilməz. Niyə? Çünki bu işdən çıxmamışdan qabaq artıq onu qəhrəman kimi elan edirlər də artıq onu. Və o 5-ci abzasda var, deyir ki, nəticədə British Airways mükafatlandırır pilotları və 13 nəfər kabin heyətini güvənlik medalı ilə və Berkeley'nin hekayəsi qəhrəman kimi hekayəsi yenidən qəzetlərin başlığına çıxır. Artıq yəni Berkeley'nin əksinə təcrübəsi səhvi yox, Berkeley'nin əksinə qəhrəmanlığından danışırlar. Lakin deyir, ziyan dəymiş idi. Avqust ayı 2009-da Berkeley özü könüllü şəkildə çıxır işdən. 25 il işlədiyi işdən özü çıxır. Yəni başlayır artıq elə bir küsüb çıxır da. Amma ki yəni orada uğursuzluq yox, uğursuz deyil. Çünki araşdırmanın sonucunda ona əksinə mükafat verir və qəhrəman elan edirlər. Başqa şirkətlərə müraciət edir, lakin heç bir intervyuya çağırılmır. Aydın oldu. Yəni intervyuya əksinə çağırardılar. Qəhrəman birini intervyuya çağırardılar. Niyə çağırmırlar? Bilinmir. Doğru cavab olacaq 5. Bir də 5 var ki, British Airways-də nə qədər işləmişdi? Bayaq gördük, onu 25 il işləmişdi. Burada 25 il. Məncə hamınız görə bilərsiniz. 25 il. Cavab olacaq 2-5. Növbəti sual neçədir? Baxaq. Müəllim, qrammatikaların hamısına baxsaq olar. Hamısına ardıcıllıqla. Aha. Ola bilər, ola bilər. Düzlərimdə var, prosto tam olaraq başa düşüb düz yazmamışam. Ola bilər. Onda bir dənə belə eləyək də. Bir saniyə. Yaxşı, 16-cı suala baxaq. 16 sualda deyir ki, logical, yəni tərcümə ilə bağlı, yəni məntiqi cəhətdən düzgün sonluğu bizdən istəyir. Tərcümə edəcək. Deyir, tornado elə böyük güclə, force güc deməkdir. Elə bir strike da vurmaq deməkdir. Elə böyük güclə vurdu ki, A-da deyir ki, az qala hiss olunmadı. B-də yazır ki, evlərə ziyan dəymədi.
C-də uşaqlar oynamağa davam etdi. Y-də insanlar weren't frightened, qorxmadılar. Səhvdir. Yəni elə güclə vurdu ki, yəni hiss olunmadı, ziyan dəymədi, uşaqlar oynadı, insanlar qorxmadı cümləsi yanlışdır. Bəs doğru cavab nədir? D. Elə güclə vurdu ki, o avtomobilləri belə yerindən qaldırdı. Lift off qaldırmaq mənasında işlədir. Sonra 17-yə gəldikdə burada hero yoldaşlar nə deməkdir? Qəhrəman deməkdir. Bu isimdir. Heroik qəhrəman deməkdir, amma sifətdir. Sonra bu arada heroizm var, isim forması, qəhrəmanlıq deməkdir. Sonra heroical var, o da qəhrəman deməkdir, sifətdir. Bir də var heroically, ly artırsan, heroically, ly artırdığımızda zərf olur qəhrəmancasına. Bir daha deyirəm. Hero qəhrəman nə isimdir? Heroizm qəhrəmanlıq nə isimdir? Heroic və heroical qəhrəman necə sifətdir? Heroically ly artırdığımızda qəhrəmancasına bu isə zərfdir. İndi burada deyir ki, onun nəyindən çox danışıldı olar sizcə? Qəhrəmanlığından. Olar heroizm. Sonra deyir, o döyüşdü, düşmənə qarşı necə döyüşdü? Qəhrəmancasına heroically olacaq və öldü. Nə kimi öldü? Qəhrəman kimi öldü. Burada da hero olacaq. As a hero qəhrəman kimi öldü. Yəni burada döyüşdü deyirəmsə feilə zərf aid olur deyə zərf yazmalıyım. Önce heroically istifadə edəcəm. Sonra 18 yenə tərcümədir. Deyir, Jane bazarlıq etməli oldu. A-da yazılır ki, baxmayaraq ki, məşğul deyildi. Yəni, məşğul olmamasına baxmayaraq bazarlıq etməli oldu. Məntiqsizdir axı. Əksinə, məşğul olmamasına yox, məşğul olmasına baxmayaraq olardı. Yəni, başı qarışıq olmasına baxmayaraq bazarlıq etməli oldu. Ayrı bir şeydir. Amma məşğul olmamasına baxmayaraq bazarlıq etməli oldu. Səhvdir. Sonra B-də yazır ki, çünki anası məşğul deyildi. Onda anası edərdi. Çünki anası boş idi. Onda anası edərdi. Niyə Jane etsin? Dürüstayım. Y ümumiyyətlə səhvdir ki, çünki Jane bazarlıq etməli oldu. Çünki bazarlıq edə bilmir. Bazarlıq etməli oldu. Çünki bazarlıq edə bilmir. Məntiqsizdir. Doğru cavab nə qalır? D variantı. Jane bazarlıq etməli oldu. Anasının xəstəliyinə görə ya da anası xəstə olduğu üçün bazarlıq etməli oldu. Doğru cavab D olacaq. 19-a baxaq. A variantı 2 inkar var. Could not be the nothing. 2 inkar olamaz. B-də inkardan sonra həmcins üzvlər arasında and yox nə işlədirdi? Or işlədirdi. Yəni no and yox, no or olardı. Bu yanlışdır. C-də hardly, never 2 inkar ola bilməz. Y variantında no bir də no or olanda biz artikellar nə inirdik yoldaşlar? Atırdıq. No-da bir də no orada artikellar düşürdü. Doğru cavab nədir? D variantı. D variantında xahiş edirəm ki, without sizi çaşdırmasın. Without həm təsdiqdə, həm inkarda işlənə bilər. Yəni, 2 inkar kimi birdən düşünərsə yanlışdır. Məsələn, nümunə yazım, tam aydın olsa. I could do it without you. Mən bunu sənsiz edə bilirəm. Necə cümlə? Təsdiq cümlə. Bir də deyirəm, I couldn't do it without you. Mən bunu sənsiz edə bilmirəm. Bu isə nədir? İnkar cümlədir. Yəni, sənsiz edə bilərəm təsdiqdir, sənsiz edə bilmərəm inkardır. Yəni, fikir versə without həm təsdiqdə, həm inkarda işlənə bilir. Yəni, without-u ikinci inkar kimi düşünməyin, xahiş edirəm. Doğru cavab D. Sonra 20-ci suala baxaq. Yoldaş, 20-ci sualda bu hissəni köçürək bir tərəfə. Dəqiqə. Bax, 20-ci sualda bu nədir? Zaman budaq cümləsidir. V-ni görürsünüz hər halda burada fikir verirsəniz. Zaman budaq cümləsidir. Yoldaş, zaman budaq cümləsində, yəni budaq cümlə nə işlətmirdi? Yadca düşərsin. Nə işlətmirdi? Gələcəklə bitmiş zamanları işlətmirdi. Gələcəklə bitmişlər olmaz. O zaman burada bitmiş var, burada da bitmiş var.
bunları neyini silə getsin. Bunda Y variantı səhvdir bu arada. Y səhvdir. Bir də C variantı səhv olur. Çünki bu dağda bitmişlər və gələcəklər olmaz. Sonra A variantına gəldikdə A variantı zaten səhvdir. Çünki have indiki zamandır. Occupied isə keçmiş zamandır. Yəni indiki ilə keçmiş uzlaşmaz. Qaldı ya B-dir ya da D-dir. Çünki iki dənə variantda keçmiş variant var. B-də bir də D-də. Prosta D variantı nəyə görə yanlışdır? Çünki tutaq ki, burada did left yazılır. Gəlin bunu yazım, əyani şəkildə görəndə daha aydın olur. Did left. Yoldaşlar, elə bir didlə sual verəndə, didi qabağa keçirəndə fiil nəyə qayıdır? Məstər formasına. Did they left deyirik, yoxsa did they live deyirik? Bəli, live deyirik. Fiil nəyə qayıtmalıydı burada? Məstər formasına qayıtmalıydı, live olmalıydı. Amma deyəsən bu sualdır, yox, sual deyil. Sual cümləsi kimi yazırıq, amma sual cümləsi sayılmır. Bu inversiya formasıdır. Yəni sadəcə cümləyə vurğu qatmaq üçün işlənir. Doğru cavabımız nə qalır burada? Təbii ki, C variantı qalır ki, had left, digər tərəfdə isə occupied olur. Bu şəkildə. Yoldaşlar, indi proqram bağlanacaq, təzədən girərsiniz. Ola bilsin girməsə, bir 5-10 dəqiqə gözləyərsiniz, təzədən girərsiniz. 21-dən axıra qədər sualları izah edəcəm.